Bəli, növbəti çevrə sualı yenə də çevrə deyir. A nöqtəsinin radiusu 6 sm olan çevrəyə AB toxunan və çevrənin mərkəzindən keçən AC kəsəni çəkilib. A 30-dur, AC-nin uzunluğunu soruşur. Bax, mən BC ilə B ilə C-ni birləşdirə bilərəm. Bu şəkildə. Görüm, xətt varsa daha yaxşı. Aha, birləşdirək. Baxın, bu hissəni birləşdirdim. İndi mən burada 90 dərəcə altına bucaq əmələ gətirdim. Və bundan sonra bura 30, bura 90-dırsa, burada 60 dərəcə olmuş olur. Və bizə deyir ki, çevrənin radiusu 6-dır. Radius da bu hissədə. Baxın, burada radiusdur, burada. Bura 6-dırsa, burada 6 olmuş olur. İndi 30-un qarşısı 6-dırsa, bu hissədə, baxın, bu hissədə 12 dərəcə. Bax, belə qoyaq. Bu hissədə 12 olmalı. Düzdür, burada 6 kökdə 3. Bu xassədə. Baxın, elə bir ki, belədir. Bura 30, burada 60. 30'un qarşısını bizə nə verib? 6 verib. 90'ın qarşısını soruşur. Burada təbii ki olur 12. İndi baxın, bizdən ümumi AC məsafəsini soruşur. 12 və 6'nın cəmi o da edir 18.